qısa danışmaq istəyirəm. Hansı ki, bu sahabənin həyatı hər kəsə ibrət olmalıdır. O kəslər ki, ancaq mal-dövlət yığmaqla məşğuldurlar. Baxın, görün sələf salihimizin həyatına, sahabələrin həyatına. Bu sahabədə Umeyr ibn Sə'd Ənsari, Ənsarlardan Umeyr ibn Sə'dir. Hansı ki, uşaqlıqdan yetim böyüyüb. Uşaqlığı ikən atası həlak olub, fağır böyüyüb və sonra onu anası başqa birisi ilə evlənib və o kiminsə ki, himayəsindən düşür. Və uşaq ikində 10 yaşına çatmamış belə Peyğəmbər s.ə.və iman gətirir və Peyğəmbər s.ə.v yanında böyüyür. Peyğəmbər s.ə.v-in mədrəsəsində yetişir. Və mən burada onun uşaqlığı haqqında olan hadisələri qeyd etmək yox, Ömər ibn Xattabın vaxtında olan bir hadisəni qeyd etmək istəyirəm. Ömər ibn Xattabın vaxtında, radiyallahu anh'ın vaxtında Umeyr ibn Səd cihadda vuruşurdu və Ömər ibn Xattab onu geri çağırır cihaddan ki, mən səni Hims vilayətinə xəlifə göndərirəm. Suriyada bir şəhər, ona mən səni xəlifə göndərirəm. Ömər ibn Səd razı olmur, amma deyir ki, xeyr, xəlifənin əmri var. Və Umeyr ibn Səd radiyallahu anhu gedir. Ona görə ki, Hims əhalisi həmişə şikayət edən idi. Nə qədər ki, ora xəlifə gəlirdi, xəlifəni qəbul eləmirdilər, eyib nöqsan tapırdılar, şikayət edirdilər. Çünki fitnə əhli idi. Və Ömər ibn Xattab deyir, elə bir insan seçəcəm ki, heç vaxt bunda ayıb tapmasınlar, nöqsan tapmasınlar. Və Umeyr ibn Sə'di göndər, radiyallahu anhu. Umeyr ibn Sə'd Himsə çatanda yığır oranın əhalisini xutbə verir və deyir ki, ey insanlar, İslam dini adillik dinidir və İslam dinini qoruyan da, qapıları da adillikdir. Və sonra xutbəni verir, gedir işlərlə məşğul olur və o insanların, o ölkənin salih insanlarını yığır, onlarla məşvərə eləyir. Deyir ki, neyniyək bunları razı salmaq üçün? Deyirlər ki, ey möminlərin əmri, ey xəlifə, nə qədər ki, zəkatdan, cihaddan mal-dövlət gəlir, bunların hamısını gəl burada paylayaq. Bəlkə bu vaxtı neyniyərlər? Etiraz eləməzlər. Və Umeyr ibn Səd radiyallahu anhu belə eləyir. Və bir ilə yaxın orada qalır və Ömər ibn Xattaba heç birinə məktub yazır, nə də Beytülmala, xəzinəyə heç bir şey göndərmir. Ömər ibn Xattab şübhələnir radiyallahu anhu. Deyir, nəyə görə bu bir ildə nə məktub yazır, nə də ki, Beytülmala heç nə gəlmir. Şübhələnir, bəlkə özü üçün götürür və məktub yazır ki, ey Umeyr ibn Səd, məktubum sənə çatan kimi geri gəl Mədinəyə. Umeyr ibn Səd uzun bir müddətdən sonra gəlir. Artıq deyir, Mədinəyə çatanda deyir, rəngi dəyişmişdi, arıqlamışdı, səfər yoluntusu üzərində idi. Ömər ibn Xattab radiyallahu anh bunu görəndə təəccüblənir, deyir ki, nə üçün belə hala düşmüsən? Və sənin Beytülmaldan sənə verilən mini hardadır? Atardadır. Deyir ki, onları vermədilər, mən də istəmədim, çünki fitnə əhlidir. Və deyir ki, Beytülmala nə gətirmirsən? Xəzinə üçün. Deyir, bütün dünyam deyir mənləndir. Bu mənim bir asam, bu su içmək üçün, dəstəmaz almaq üçün su qabım, bir də yemək qabım. Budur mənim dünyam. Bütün və dünyanı deyir, çiynimdə daşıyıram. Subhanallah. Xəlifə olur. Ömər ibn Xattab radiyallahu anhu yenə də nə edir? Şübhələnir. Deyir ki, yaxşı, get, nə vaxt çağırsa o vaxtı gələrsən. Umeyr ibn Səd qayıdır öz evinə. Yəni Mədinədən yaxınlığında bir yerdə yaşayır. Qayıdır evinə. Ömər ibn Xattab yenə rahat olmur. Deyir ki, mən bunu yoxlamalıyam. Bəlkə özünü belə göstərir. Və bir nəfər öz işçilərindən birisini göndərir ki, al bu bir kisə dirhəmi, get onun yanına. Əgər görsən ki, doğrudan da o insan fağırdır dediyi kimidir, onda deyir, bu kisə dirhəmi deyir, ona verərsən. Əgər görsən ki, yox, varlıdır, bizi aldadıb, yenə də geri qayıd gəl. Həmən şəxs gəlir, Ömər ibn Sədi tapır və deyir ki, Ömər hardan gəlsən, deyir ki, Əmir-ül Müminin yanından gəlirəm. Və Əmir-ül Müminin halını soruşur, deyir, çox yaxşıdır. Və deyir ki, burada qonaq qalacam, Umeyr ibn Səd onu evinə aparır. 3 gün onun evində qalır. Və hər gün deyir, axşam deyir, ona deyir, bir qabda deyir, arpa çıxardırdı. Bunun yeməyi ancaq bu idi. Arpa çıxardır. 3-cü gün artıq Umeyr ibn Sədin qonşuları gəlir, deyirlər ki, artıq sən ona zərər verdin. O sıxıntıya ki, onun yeməyi yoxdur bundan başqa, ancaq arpa. Sən gəl bizim yanımıza, bizdə qal. Bu vaxtı həmən adam, Ömər ibn Xattabın göndərdiyi adam bir kisə dirhəmi çıxardır, verir, deyir, gələ. Mən imtihan üçün gəlmişdim Ömər ibn Xattab tərəfindən. Deyir ki, mənim buna ehtiyacım yoxdur. Allah təala deyir, mənim ruzimi yetirir. Ehtiyacım yoxdur, apar geri qaytar. Bu vaxtı bunu eşidən arvadı, həyat yoldaşı başqa o bir otaqdan deyir ki, heç olmasa götür, fağırlara verərsən. Bu vaxtı Ömər ibn Xattabın göndərdiyi adam o dinarları, o dirhəmləri atır onun qabağına, geri qayıdıb gəlir. Və gəlir Ömər ibn Xattabın yanına. Ömər ibn Xattab deyir ki, nə oldu? Vəziyyəti necə idi? Deyir ki, ey möminlərin əmri, vəziyyət çox ağırdır. Və deyir, dinarları verdin, deyir, bəli verdim. Amma inanmıram ki, deyir, o dinarları özü üçün istifadə eləsin. Həqiqətən də bir neçə gün içərisində o aldığı dinarların da hamısını oradakı şəhid ailələrinə, fağırlara paylayır.
Ömer ibn Xattab yenidən Umeyr ibn Sədə məktub yazır. Deyir ki, məktubun çatan kimi geri qayıt gəl Mədinəyə. Umeyr ibn gəlir Ömer ibn Xattabın yanına. Ömer ibn Xattab buyurur ki, o sənə göndərdiyim dinarları neylədin? Deyir ki, ey möminlərin əmri, sən o dinarı mənə verdikdən sonra nəyə görə soruşursan? Deyir, yox, sən mənə xəbər ver, mən sən onu neylədin? Deyir, o gün ki, deyir, nə mal dövlət, nə oğul evlad fayda verəcək, o gün üçün saxladım. Bu vaxtı Ömer ibn Xattab deyir, ağladı. Və mən deyir ki, mən şahid edirəm ki, həqiqətən sən öz nəfsindən üstün tutansan başqa insanlar. Çünki nə eləmişdi onu da? Başqasını sədəqə vermişdi. Və Ömer ibn Xattab radiyallahu anhu ona çıxardı yenidən verməyə, deyir, xeyr, istəmirəm, ehtiyacım yoxdur. Və evdə deyir, bir qab deyir, arpam var deyir. Onu yiyib qutarana qədər deyir, Allah Taala deyir, mənə daha başqasını getirəcək. Heç olmasa bu paltarları götür, o vaxt neyniyir? Paltarları qəbul eləyir, çünki deyir, yoldaşımın artıq paltarları köhnəlir. Mədinəyə geri qayıdandan bir müddət sonra vəfat eləyir Ömer ibn Xattab yenidən bunu eşidəndə oturub ağlayır Ömer ibn Xattab. Və deyir ki, nə olardı? Mənim yanımda belə insanlar olardı və bütün müsəlmanların işində mən onlarla bərabər işləyərdim. Artıq deyir, gec idi. Umeyr ibn Səd neydi? Vəfat eləmişdi. Yəni, görün sahabənin həyatına. Allaha görə nə qədər qəlbi bağlıdır. Dünya neymət üçün özünü öldürmür. Deyir, bir qab arpan var deyir. O qutarandan sonra deyir, Allah Taala deyir, əlbəttə ki, deyir, başqasını getirəcək. Subhanallah. Ona görə bu hadisədən hər bir müsəlman özü üçün ibrət çıxarmalıdır. Və sahabənin görün həyatı necə başladı imanla və imanla da bu dünyanı tərk elədi. Çünki o bu dünyanı tərk eləyənləri sevinə-sevinə tərk elədi. Çünki onun əsas gözlədəcəyi, əsas ümidi olan yer haraydı? Axirət. Peyğəmbərlə görüşmək, Allahla görüşmək, onun Rəsulü Peyğəmbər sallallahu aleyhi və səlləmlə görüşməkdir. Ona görə duam odur ki, Allah Teala bizi dünya fitnəsindən, dünya nemətlərindən, o dünya nemətləri ki, bizi Allahı axirət günü unudacaq, ondan qorusun və bizi sahabələrin yolu ilə gedənlərdən eləsin. Qısa danışmaq istəyirəm.